Salam əziz uşaqlar, mən bugün sizin üçün yeni bir sualın izahını çəkəcəm. Deməli, bizim sualımızda nə deyir? Deyir, kökləri müsbət olan mənfi x kvadratı üstəgəl 2n minus 1x çıxılsın 54 bərabərdir 0 tənliyinin köklərindən biri digərindən 6 dəfə böyük olarsa, yəni x1 bərabərdir 6x2 olarsa n tapın. Gəlin əvvəlcə tənliyin hər tərəfini mənfi x1'ə vuraq. Daha doğrusu mənfi 1'ə vuraq. Onda x'in kvadratı çıxılsın 2n minus 1x üstə gəl 54 bərabərdir 0. Biz də V terimdən bilirik ki, tənliyin köklərinin cəmi x1 plus x2 bərabərdir əks işarəli ikinci həddə. Tənliyin köklərinin hasili isə sərbəst həddə bərabərdir. Gəlin əvvəlcə x1 bərabərdir 6x2 əvəzləməsi aparaq. Buradan köklərimizi tapaq. 6x2 vurulsun x2 bərabərdir 54. Deməli 54. Bu zaman 6x2'nin kvadratı bərabərdir 54. x2'nin kvadratı 9. x2 də bərabərdir plus minus 3. Bizə müsbət dediyinə görə mən x2'nin müsbət 3 qiymətini götürəcəm. Əgər x2'miz müsbət 3'dürsə, x1'miz də 6x2 idi. Deməli, x1'miz də olacaq 6 vur 3, 18. Köklərimi aldım. Yəni, x1 bərabərdir 18, x2 də bərabərdir 3. İndi mən köklərinin cəmini aparacağım. Yerinə qoyub 2n minus 1'ə bərabər eləyib buradan n'imizi tapacağım. Deməli, buradan 2n çıxılsın 1 bərabərdir 21. 2n bərabərdir 22 olarsa n'imiz 11'ə bərabər olar.